Salam, hər vaxtınız xeyir olsun. Ümid edirəm, hamınız yaxşısınız. Bugün əslində çoxdan çəkməli olduğum bir videonu indi çəkirəm. İngiltərəyə necə gəldim, burada necə təhsil alıram, mənim təhsil xərclərimi kim ödəyir, ümumiyyətlə bu nə proqramdır, nədir və s. və ilə axır. Bugün çalışacağım qısa bir müddət ərzində bütün prosesi sizə izah edeyim. Deməli, mən bakalavrda Azərbaycan İdman Akademiyası üzrə bitirmişəm. İkinci qrup üzrə universitetə qəbul almışdım. İdman menecmenti və kommunikasiya bu ixtisas üzrə. Bitirəndən sonra ümumiyyətlə həm idman sahəsində, həm də futbol sahəsində mənim çox böyük marağım var. İstədim ki, magistratura təhsilimi də məhz öz ixtisasım üzrə davam elətdim. Araşdırdım, çoxlu universitetlərə baxdım. Məqsədim təbii ki, xaricdə təhsil almaq idi ilk öncə. Çünki həm mənim ixtisasım elə bir ixtisasdır ki, bu ixtisas üzrə həm peşəkar kadrlar, müəllimlər daha çox xariclərdə təşkil olunur, magistraturadan söhbət gedir. Həm də tələbə həyatını yaşamaq, xaricdə tələbələr necə qalır, ümumiyyətlə evdən uzaqda, ailədən kənarda yaşamağı mənə maraqlı gəldi, sözün düzü. Ona görə istədim ki, xaricdə təhsilimi davam elətdirim. Daha sonra uzun araşdırmalardan sonra qarşıma İdman Akademiyasının magistratura proqramı çıxdı. İkili diplom, Coventry Universiteti ilə ikili diplom proqramı çıxdı. Deməli, məsələ necədir? Hər iki universitetdən təhsil alırsınız və hər iki universitetin də diplomunu sonunda əldə edirsiniz. Amma necə? Yəni, asan deyil, təbii ki, öz çətinlikləri var. İlk öncə bu ixtisasa qəbul olmasının təbii ki, müəyyən bir limit var, o limiti keçməlisiniz. Mənim qəbul olduğum dövrdə pullu, daha doğrusu ödənişsiz təhsil yox idi. Amma hazırda var. Deməli, ümumiyyətlə, bu ixtisasa qəbul olmaq istəyirsinizsə, idman menecmenti ixtisasına minimum 15 ingilis dili yazmalısınız magistraturaya qəbul imtahanında. Bu pullu üçün olan limitdir. Amma ödənişsiz olan üçünsə 20 dənə minimum yazmaq lazımdır. 25 sualdan 20 dənəsi də yəni ingilis səviyyəsi normalca yaza bilərsiniz. Mən 15 yazmışdım. Ona görə də elə ödənişliyə qəbul oldum. Təbii ki, qəbul olandan sonra o dəqiqə demirlər, hazırda gedirik Coventry'yə, İngiltərə təhsilə. 3 semestr Bakıda təhsil alırıq və bu 3 semestr ərzində, bu müddət ərzində bizə xarici universitetdən müəllimlər gəlib dərs deyirlər. Mənim özümə dərs deyən müəllimlər Almaniyadan, İsveçrədən, İngiltərədən və Fransadan. Küfretme istedim de. Telefon yıxıldı, nəysə. Dediyim kimi, mənim özümə dərs deyən müəllimlər bu ölkələrdən gəldilər, hansı ki, Azərbaycanda təhsil alırdıq o müddət ərzində. Daha sonra İngiltərəyə getmək üçün bizə 2 dənə ehtimal var da. Ya hamımızın bildiyi normal yol, yəni İngiltərə Universiteti qəbul olmaq üçün söhbət gedir. Hamımızın bildiyi normal yol IELTS-dən imtahan vermək və həmin nəticəni göndərmək minimum 6-5 olmalıdır nəticə. Mən IELTS yolunu yoxlamaq istədim, amma biraz maddi imkan çatmadı. Bildiyiniz kimi IELTS imtahanın elə özünün pulu 500 manat ətrafında olmalıdır, səhv eləmirəmsə. Həm də risk var idi, yəni həm o imtahanı verib istədiyim nəticəni əldə eləməsəm, həm maddi ziyana düşürdüm, həm də mənəvi cəhətdən motivasiya düşkünlüyü yaşayacaqdım. Arkadaşlar ben gidiyorum, hakkınızı helal edin. Telefon artıq ikinci dəfədir düşür deyə məcbur videonun artıq belə davam eləməliyəm əlimdə. Alacam, gəlişəcəm, gimbalda təzələyəcəm. İnşallah bundan sonra belə problemlər olmayacaq. Dediyim kimi, həm maddi cəhətdən sıxıntı idi, həm də əgər imtahandan kəsilsəydim, bu da mənim üçün mənəvi cəhətdən də biraz motivasiya düşkünlüyü yaşayacaqdım. Buna görə də universitetin özünün təşkil elədiyi imtahana girmək qərarına gəldim. Struktur olaraq IELTS-dən eyni imtahandır. Fərqi ondadır ki, bunu onlayn şəkildə verə bilirik. Bir platforma var, o platformada həmin imtahanı veririk. Birinci imtahandan biraz yaxşı olmadı, istədiyim nəticəni qazana bilmədim, amma ikinci şans da verirlər. Sadəcə məsələ burasındadır ki, 2 ay müddət lazımdır, yəni ikinci imtahana girmək üçün.
Şükür ki ikinci imtahanda daha çox çalışdım, istədiyim nəticəni əldə elədim və burada gəldim. Hazırda da buradayam, təhsil alıram. Burada 2 modul, yəni 1 semestr keçirəcəyik. Biz fevral ayından buradayıq, fevralın əvvəlindən avqustun ortalarına qədər burada olacağıq. Və bitirdiyimiz zaman da dissertasiya müdafiəsi vaxtı həm dissertasiya müdafiəmiz zamanı gedib Azərbaycanda müdafiə edəcəyik əsası, amma təbii ki də bura içində, buranın diplomunu əldə eləmək üçün də buradakı müdafiəni də sadəcə bura təqdim edəcəyik. Yəni, bundan ibarətdir. Uğurlu keçəcəksə əgər, buradan da diplom alacağıq, İdman Akademiyasından da magistratura məzun diplomu alacağıq. Buradakı bütün ödənişlər, yataqxana xərcləri, universitetin ödənişi hamısı İdman Akademiyası tərəfindən qarşılanır. Çox sağ olsunlar. Həqiqətən belə bir proqramı, belə bir ikili diplom məsələsini, ümumiyyətlə xaricdəki təhsili yəqin ki, azdan çoxdan bilirsiniz, xərci nə qədər çoxdur. Mən bunların hamısını akademiya öz hesabına qarşılayır deyə bizim üçün çox rahatdır. Bizim üstümüzdə düşən əsas öhdəlik də onların öz istəklərini, daha doğrusu onların əziyyətini qarşılıqsız qoymayıb, burada yaxşı oxumaq və gələcəkdə də yaxşı kadr olmaqdır təbii ki. Düşünürəm ki, burada hər şey dedim, yəni başqa maraqlı bir şey qalmadı, səhv eləmirəmsə. Hər halda nə isə unutmuşamsa da şərhlər bölməsində yazıb xatırlatma eləyə bilərsiniz, orada cavablandıraram hamısını. Məncə bu qədər. Bu qədər. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşənədək bəyənməyi, abunə olmağı, ən əsası şərh yazmağı unutmayın. Hələlik.